Əziz dostlarım, biri mənə bir sənəd göndərib. 1911-ci ildə Rusiyada bir kitab çap olur. Orada bizim dilimizin adını Azərbaycan türkçəsi adlandırır. Bu sənəd bizlərə milli dilimizin adının Azərbaycan türkçəsi olması kimi qane etmək istəyir. Amma həqiqət budurmu? Fikrim budur ki, İranda yaşayan xalqlar və millətlər arasında ən dərin və geniş hüviyyət böhranına məruz qalan xalq və millət türk millətidir. Bəluçlar deyil, Kürdlər deyil, Ərəblər deyil, hətta lorlar belə deyil. Amma türk xalqı hüviyyət böhranı ilə qarşı-qarşıyadır. Deyəcəksiniz, niçin? Bizim bugün Güney Azərbaycan və İranda çaba göstərən aktivistlərimizdə bizim milli kimliyimizə 3 ad var. Türkçədir biri. Bir sırası bizə indi Azərbaycan türkü ad qoyurlar. Və üçüncüsü bizə Azərbaycanlı adlandırırlar. Milli dilimizi gəldikdə yenə də böhrandayıq. Milli dilimizin 3 adı var. Məncə onun adı türkçədir. Başqa türlü fikir eləyənlər bizim milli dilimizin adını qoyurlar Azərbaycan türkçəsi. Halbuki biz atalarımızdan, babalarımızdan və xalqın ağzından türkçə sözündən və ya türkü sözündən sonra başqa bir şey eşitməmişik. Kimsə atasının, anasının, yəni bizim atalarımızın, analarımızın, millətimizin ağzından Təbrizdə, Ərdəbildə, Zəncanda, Urmiyyədə, Tehranda Azərbaycan türkçə söz eşitməz. Məmməd Əmin Rəsulzadə anayasada dilin adını qoyub türkçə. Sonra Elçi bəy dövlətində də yine onun adı türkçə olub. Azərbaycan türkçəsi olmayıb. Sonra yeni hakimiyyət gələndə yine onu çeviriblər Azərbaycancaya. Yəni bizim milli dilimizin 3 adı var. Türkçə, Azərbaycan türkçəsi və Azərbaycanca. Əcəba bu hüviyyət böhranından sonra başqa şey nə izah edir? Bir də parantez açın, bu Azərbaycanlı olmağınızı izah edin. Azərbaycanlı odur ki, Azərbaycan topraklarında yaşır. Yəni sabah bir dövlət düzdür, o dövlətin sınırları bəlli oldu. O sınırların içində hər kim yaşayırsa Azərbaycanlıdır. O erməni ola bilər, Kürd ola bilər, Fars ola bilər, Talış ola bilər, Türk də ola bilər. Baxın, Azərbaycan Cumhuriyyətində indi. Orada hər kəs yaşayır, Azərbaycanlıdır. Erməni də var, Talış da var, Kürd də var. O etibarilə biz Azərbaycanlıyıq. Azərbaycanlı olmamız Azərbaycanda yaşamağımız üçündür. Milli kimlik deyil. Bizim milli kimliyimiz Türk və milli dilimizin adımız türkçədir. Yəni bunun sonuçlarını istəyirəm diqqət edin ki, nə qədər yanlış və yıxıcı bir sonuçları var belə bir böhranın. Deyəndə Azərbaycanlıyıq və ya Azərbaycan türküyük. İranda bir millət, yəni türk millət kimi, yumruq kimi hər sahədə meydanda olmalıdır, bir-birinin yanında olmalıdır. Azərbaycan, Tehran və Kərəc türkünün, Kərəc türkü, Qəşqai türkünün, Xorasan, bu İsfahan, harada türk yaşayırsa bir yumruq kimi meydanda olmalıdırlar. Həm siyasətdə və həm kültürel məsələlərdə bunu parçalayır, baltalayır. Deyir ki, biz Azərbaycan türküyük, ya Azərbaycanlıyıq. Azərbaycandan xaricdə yaşayan insan da özün Azərbaycanlı hesab edə bilməz ki, Azərbaycanda yaşamır ki bu adam. Yəni, əməldə İran içində milli birliyi baltalır. Yəni, millətin birliyin İran içində məhv edir. Bu hüviyyət böhranının yanlışlığı yalnız İran içində də deyil. Ya İranın xaricində də bu ciddi bir məsələdir. Biz özümüzü Azərbaycan türkü tanıtdıranda başqa ölkələrdə yaşayan türklərlə birliyimizi itiririk də. Türk xalqı dediyində Türkiyədə yaşır, Əraqda yaşır, Suriyədə yaşır, dünyanın hər yerində yaşırsa bu bir millətli etnik olaraq, tarix olaraq. Deyəndə Azərbaycan türküdür bu, o Türkiyə türküdür, o Qəşqai türküdür, o hara türküdür, yəni nə? Yəni Türk millətini, bunun bircə ruhunu sındırmısan. Bir yumruq kimi dünyada olmasını bitirmişsən, baltalamısan. Amma Türk deyəndə necə? Türkiyədə o birlik qalır. Onun üstündə çalışmaq və işləmək olur. Ərəb ölkələrində, məsələn deyək, Əraq ərəbi ilə Suriyə ərəbi bir-birini dilin başa düşmürlər. Amma anayasada gəlir ərəbcə. Həm Əraqda, həm Suriyədə. Bir-birini başa düşmür ha. Biz amma bir-birimizin dilimizi başa düşürük. Bir millətik, bir dili. İstəyirik onu belə Azərbaycan türkü, Türkiyə türkçə və filan. Qoyun Kürdlərdən də misal gətirim ki, biraz aydınlaşsın. Hətta devlət olmamış bir xalqından danışırıq. Kürdlərin fərqli ləhcələri var.
Badinanıdır bu. Başqa ləhcələr, fərqli ləhcələr Kürd dilində bir-birini başa düşmürlər. Amma hamısı özünü Kürd tanır. Hamısı fərqli ləhcələr də olsa adın Kürdü adlandırır. Amma bizə gəldiyində dilimizin 3 adı olur və milli kimliyimizin də 3 adı olur. Yanlış deyilmi bu? Əcəba biz qurucu babalarımıza deyək, Məmməd Əmin Rəsulzadənin, Elçi bəyin və ya Türkiyədə qurulan cümhuriyyətin dili türkçə gəlib yetərli deyilmi bizə? Filan yazıcı filan yerdə, filan yazıcı filan kitabda Azərbaycan türkçəsi yazıbdır deyə onlar mı əsas olmalıdır? Və ya dövlətlərin tərəfindən ya millət nümayəndələri tərəfindən seçilən türkçə etibar sahibidir. Hangisini seçməliyik? Azərbaycanın birinci və ikinci dövlətində türkçə tanımını qəbul etməliyik? Ya filan yazıcı filan yerdə dilimizin adını Azərbaycan türkçəsi adlandırıb onu Azərbaycan türkçəsi adlandırmalıyıq və özümüz də o vasitə ilə Azərbaycan türkü bilməliyik. Məncə bu böhrana diqqət yetirmək lazımdır. Bu durumda ciddicə bir düzəliş və dəyişiklik lazımdır. Bu düzəliş olmursa xalqımız və hərəkatımız ziyanla qarşı-qarşıya gələ bilir. Təşəkkürlər.